Qız uşağı kimi ərə gedən qadınlar. Yoxdur. Yanıb yaxılmamısınız. İndiyə kimi bəlkə də 2 dənə oğlanla danışmışsınız ya danışmamışsınız, amma sizi alan yoxdur. Nə var bir dəfə gecə 12-də evə gəlmişsiniz, adınıza çıxmayan söz qalmayıb. Sizi heç sayan yoxdur, amma 100 ilə danışan 3-cü uşağı doğur. Yoxdur. Yoxdur. Çünki onun arxası dayağı var, sənin yoxdur. Elə qız uşaqlar var ki, boşanmışdan betərdir, 100 dənəsini görüb. Gör biri onun adına söz çıxarda bilər. Amma boşanmışın adına tez söz çıxardırlar. Elə bilirlər ki, qadın boşanırsa, siz də mənə bağışlayın. Nəyəsə görə boşanır. İnanın Allaha bu ifadəmə görə üzr istəyirəm. Valla qadınlar, uşaqlı qadınlar boşananda, inanın Allaha o qədər uşağa baxmaq, uşağa yemək almaq, fikri götürür ki, onlar var ha. Heç elə şeyi yadlarına salmırlar. Qadınların əksəriyyətində kişiləşmə gedir. Qurana dəlbi basaram. Problemlərdən qadınların içində şeylər yadlarına düşmür. Vallah billah. Quran-ı Kərimə and olsun deyirəm. Bəzi yersiz, sən də mənə bağışla, yanıq insanlar düşünür ki, qadın boşanırsa, çünki beyin o deyil axı. Hə nəyəsə görə elə bütün günü gedib gəzib tozacaq. Vallahi xeyir. Uşağa baxmaqdan, problemlərdən bəzi qadınlarda kişiləşmə gedir. İnanın Allaha. Mən uşağımı böyüdə, bir də gördüm 3-4 il keçib, mən qadınlığımı unutmuşam, məndə kişiləşmə gedir. Bax, Qurana dəlimi basaram. Mən TikTok'a ilk çıxan vaxtlarım sizin yadınızdadır. Heç olmasa vicdanla, Allahla danışın. Başıma şipulka taxıb belə otururdum. Çünki problemlər insan elə şeyləri yadına salmır. Problem. Yaxşı gün insanı həmişə güzəlləşdirir. Problem var ha, problem. Problem insanı agresivləşdirir, əsəbləşdirir. Heç insan yadına heç elə şeylər belə düşmür. Vallah. Mən elə qadınları çox gözəl başa düşürəm, çünki mən o həyatı keçmişəm. Düşünürsən ki, sabah uşağa nə alacam, nə verəcəm, sabah qapını döyüb kim kömək eləyəcək, kim nəsə gətirəcək. Bilməyəcək. Ayıbdır pis sözü. Əşyaları baş ver, onları yerə soxum mən. Onlar hamısı sən də mənə bağışla. 28-də skamekada oturanlardır. Yol ağlamıram. Məndə göz xəstəliyidir o qızlar. Danışan kimi gözüm dolur, gedirəm özümdən. O da nə ilə bağlıdır bilmirəm. Bilmirəm məni kimi kim elədi. Gözlərimdə, yəni sulu gözəmdə bir damcı dolan kimi gözümdən yaş axır. Əslində istəmirəm onu eləmək, amma özümdən asılı deyil. Məni kimi kim varsa onu bilər. Mən eşitmişəm ki, o xəstəlikdir əslində. Hər şeydə gözdən yaş gəlirsə o xəstəlikdir. Mən də bəzən kliplərə belə baxıram, nəyəsə boş şeyə, videolara, bir də görürsən zəhləm getmiş adamların canlısı çıxır qabağıma. Onlar qəmli mahnılara qulaq asır, baxıb onlara ağlayıram. Yəni o xəstəlik kimi bir şeydir məncə. Göz ağlamaq xəstəliyi də var, mən eşitmişəm çünki. Allah zarafat eləmirəm. Hə, yəni hər şeyə göz dolur, gözündən özündən. Elə adam var ağlamağı bacarmır. Özün cırsa da gözündən yaş gəlmir. Mən qız vaxt elə idim. Nə qədər eləyirdim, yasazada gedəndə ağlaya bilmirdim. Yəqin insan yaşadıkları ilə bağlıdır o. Yasazada da gedirdim, hər yerə gedirdim. Özümü çırırdım, dağıdırdım, gözümdən yaş gəlmirdi. Amma indi yox. Yəqin böyüdükcə elədi. Yəni alındıra bilmirdim də, yəni ağlaya bilmirdim qız vaxtı. Gözümdən yaş gəlmirdi. İyi, çıx da xahiş edirəm buradan. Dəqiqə mənə maraqlıdır, kimdən soyunayım, PK eləyim, pulumu qazanarım. Bu da canlı düşdü, qalxdı, basta bayra. 10K ilə oturdum, mənə milyon verdi, ev aldım. Çıx çölə. İndi mutfilmə baxıb ağlayıram.